Avropa TV kollektivi olarak bugün Azərbaycanın dilbər güşəsi olan Şamaxı regionundayıq. Elə bazar günümüzü dəyərləndirmək üçün bu bölgəmizə üst tutduq. Gəlin Şamaxının ən gözəl yerlərindən və mənzərəsinə açılan bir pəncərəsini sizə təqdim edək. Bir güzeli sevmişim, ondan güzel yanılmaz. Ben bir güzel sevmişim. Sevmir. Sevir, sevmir, sevir, sevmir. Bir daha da olsun buram aşkada mənim üçün sevir çıxır da. Şamaxıya gəlmisinizsə əgər, mütləq ki, ziyarət ediləcək xüsusi yerlər var. Elə biz də ziyarət ediləcək yerlərdən birinə Kəlaxanı Türbələr kompleksinə gəldik. Burada 8 ədəd bu şəkildə türbələr var. Qeyd edim ki, bunlar restavrasiya olunub və 14-17-ci əsrlərə aiddir. Çox gözəl bir məkandır. Əgər Şamaxıya yolunuz düşərsə, mütləq bu gözəllikləri gəlib öz gözünüzlə canlı şahidi olmalısınız. Təəssürat yüksək səviyyədə, rəng çoxdur, oksigen çoxdur. İnsanlar da obrazsızdılar, çünki orada müxbir obrazındadırlar, iş başındadırlar və özlərini mütləq müxbir rejimində aparmalıdırlar. Burada isə hamı vətəndaş rejimindədir. Düşünürəm ki, hər şey qaydasındadır. Stres atırıq, hava çox gözəldir, Şamaxı möhtəşəmdir. Yazmışım sönmüşüm ellerimle, bitmişim tükenmişim gözlerimle. Müptela oldum aşka seninle, kayboldum gözlerinde. Uçurumsun sen bu bedende, her şeyi bırakıp bir köşeye. Yanmaya hazırım ben seninle ateşlerle.